Hörmətli izləyicilər, biz bir şikayətinizi ilə Qərb Region TV olaraq Şəmkir rayonunun Könlü kəndindəyik. Könlü kəndindən bizə müraciət ünvanlanıbdır. Biz də o müraciətlə bağlı Könlü kəndinə gəlmişik. Burada aşağı Könlü deyilən məhəllədir. Dəmiryolu stansiyasının, Alabaşlı Dəmiryolu stansiyasının yaxınlığıdır. Demək olar ki, bir neçə yüz metr idi. Vətəndaşların şikayətini dinləyək. Özünüz təqdim elə. Nəzərov Xəzəngül Oktaycısı. Buyurun, şikayətinizi dinləyin. Şikayətimiz bundan ibarətdir ki, biz bu zibillikdən keçə bilmirik. Körpə uşaqlarımız buradan keçib bu zibilin içindən gedirlər. Ümumiyyətlə çox çətinlik çəkirik. Bizim elə bu zibilin içində uşaqlarımız xəstəlik tapır. O nəvəmin biri vaskulit oldu, Bakıda yatdı, infeksiyadan. Yəni yerdə qalan bu körpələrin hamısı gələcəyin balalarıdır. Siz aidiyyəti qurumlara kiməsə müraciət etsiniz? Müraciət eləmişəm. Mənə dedilər ki, icra hakiminə, getir icra hakiminə. Yaxşı, baxarıq elədilər, yola saldılar bəli. Kəsr etmə məlumat vermişəm, Məhəmməd müəllimə müraciət eləmişəm. Ümumiyyətlə bizim suylarımız da qonşuların qapısından gəlirdi, çəkib bağlayıblar. İşığımız qonşunun qapısından keçir bəli, ağacların içindən. Ümumiyyətlə demək olar ki, qaz linamız heç görünmür. Üstünə şaxları yığıblar. Deyir ki, məsəlçidə bunu niyə bilirsən? Deyir, mənim məhəlləmdə yaşayırlar çıxar. Belə bir vəziyyətdə yaşayırıq. Bu tərəfə də çıxırıq zibillikdir, o tərəfə çıxırıq dəmir yoldur, dəmir yolunun qırağı da zibillikdir. Ümumiyyətlə bizi elə bir günə birbaşa cəhənnəmə atdılar. Bu yay aylarında bu... Yay aylarında da bu günətin içində yaşayırıq. Hərə gətirir, əlində bir zibil, tulluyur, bura çıxır var. Heç kimə heç nə deyə bilmir. Bax sana, əlində zibil gətirir. Peki o zibil gətirən də seçim böyüdür. Ümumiyyətlə, bax belə bir vəziyyətdəyik. Zulüm çəkirik. Kəsib ötü deyir ki, bilirsən nə var deyir. Tut orada adamları mənə məlumat ver, mən cərmələdim. Mən hökumət adamıyam. Mən nətər burada cərmələdim cəmaatı. Devlətin qurumları var, gəlsin müraciət edək, gəlsin cəzalandırsın zibilin əlini. Bir də şikayətinizi deyirsiniz ki, bu həm bu yoldan uşaqlar məktəbə gedirlər. Bəli, həm uşaqlar buradan gedirlər məktəbə. Özümüz buradan gedirik. Xeyrimiz, şərimiz buradan keçir də. Bizim ayrı yerdə yolumuz yoxdur. Ümumiyyətlə buradan keçirik. Yolumuz olur. Bax, oradan o gördüyüm küçə aşağı çıxır. Oranı çəkib bağlayıblar. Ümumiyyətlə yoxdur. Yaxşı, məktəb hardadır? Məktəb çox uzaqdır burada. Bu yolla keçir də uşaqlar. Bəli, bax bu yolla gedir. İndi bax bu uşağın hansınısa yanına deyərəm oturaq, məktəbə də göstərək. Çox uzaq yol qət edir buradan. Bu zibilxananın... Bəli, bu zibilxananın içindən yəqin ki, burada axşam-səhər itlər də mümkündür, olmaz. Burada keçən səfər marketə getmişdim, yaşladım, uşaqlar mənim ki, yanımdan aparıram. Uşaqlar yanımda, bax bu uşaqlar mənim yanımda, biri də o birisi uşaq. Burada itlər üstümə hücum çəkdi, oğlanlar olmasa məni burada yiyir, and olarlar. İndi şikayətinizlə bağlı, indi siz deyirsiniz, İcra Hakimiyyətinin qəbulunda olubsunuz, İcra Hakimiyyəti sizi dinləməyibdir. Getmişəm, düzələcək, elədi, yola saldı, gəlmişəm. Kəsr edə ümid verir, yaxşı, gəlin maraqlanaram. Kəsr edə iş gəlib edə də maraqlanmadı. Keçən səfər məni burada itti eləyən vaxtı, yenə həmən axşam Məhəmməd müəllimə zəng eləmişəm. Yenə cavab qalır. Deyirik, yəni bizə baxan yoxdur da. Aydın məsələdir, aydın məsələdir. Heç kim bizdə maraqlanmır. Bura elə bir yerdir ki, bax orada yem boşaldılar, o tozun içində qırılır. Səhərə kimi ki, pultudan yata bilmirik. Xəstəmiz var, şikəstimiz var. Burada neçə ailə yaşayırsınız? Nətəri? Burada neçə ailə? 5 ailə. Biri çıxıb var, gedib 6 ailə. Hal-hazırda bu yoldan istifadə edirsiniz. Bəli, buradan bax 13 dənə uşaq məktəbə gedir. Və onun valideynləri hamımız buradan keçirik, bu yoldan gedirik, gəlirik. Hətta Allah uzaqdan eləsin, ölənlərimiz də buradan aparılır, biz bilirik. Yəni bizim yolumuzdur da bura. Aynen. Bu tozlu torpağıdır. Yoldan qırağa. Biz bu həyatı yaşayırıq, bu zulümü yaşayırıq. Bu həyat bizi yaşadır. Zibillik, toz, maşınlar. Bu da toz. Toz. Vətəndaşların haqlı şikayətidir. Biz burada yaşayırıq. Bura zibilxana. Bizim
Maşınların tozu görsənir. Ağzına dolu. Buradan uşaqlar, böyüklər, kiçiklər bu yoldan istifadə edirlər. Bu yolda insanların sağlamlığı üçün Problem budur ki, ciyarınıza doldu hamısı. Nə sizin var idi, nə insan. Neredesin ha? Belə yaşayır. O həyatda yaşayır. şahid olursunuz burada hansı vəziyyətdir, ufunət idi burada. Bir neçə dəfə soğul gördüm, çivin, həşəratlar burada hökm sürür. Görürsünüz. Bu kəndin sakinləri burada yaşayırlar. Bu vəziyyətdə yaşayırlar. Görürsünüz. Görürsünüz. Şəmkir rayon İcra Hakimiyyəti vətəndaşların şikayətini dinləmir. Vətəndaşların şikayətini eşitmək istəmir. Heç bir tədbir görmək istəmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə məmurlara tapşırıq verir ki, vətəndaşların şikayətlərini dinləsinlər. Vətəndaşların tələbləri yerinə yetirilsin. Təəssüflər, çox təəssüflər olsun ki, burada bu kənddə şikayətləri dinləmirlər, eşitmək istəmirlər. Bu vətəndaşlara da heç kəs kömək etmək istəmir, şikayətini dinləmir. Ona görə də biz Qərb Rayon TV olaraq bizə müraciət ediblər. Biz də bu problemi çəkib, ictimailəşdiririk və aidiyyəti qurumlara çatdırırıq. Aidiyyəti qurumlar məsələni dərindən araşdırılsın və tədbir görsünlər. Şikayətçilərimiz ikinci bir zibil atılan yeri bizə göstərəcəklər. Biz də ikinci bir yeri çəkmək istəyirik. Bax hamısı, bax orayla gedir. Hamısı bax elə gedir. Bu gündədir. Uşaqları buraxırıq, dalınla rəyinizi yəyə gedir, yaman Allah. Poyez gələr altında qalan. Aman Allah, yaşlı adamam bir gedəndə bir gedə bilmirik. Bax bu yolları biz gedirik, bax bu yolları. Bakın burada gəldi, keçib. Həqiqətən də uşaqlar bir yer tapdıq. dəmir yolun üstü ilə keçib gedir. Bu da çox təhlükəlidir. Yolumuz yox. Yoldan da şikayət edirlər ki, bunların Bir cığırını verən yoxdur. Hamı gediş gəlişi. O taraq eləyib ona buna satırlar. Əkini satırlar. Otur. Amma bir belə cığır. Deməli bunlar fikirləşmirlər ki, bu körpələr gələcəyin balalarıdır. Gələcəyin əskəridir, gələcəyin anasıdır. Və biz nə qaraq yekələndirmişik zulmla, zillətlə. Hamısını burada məhv eləyək bu uşaqları. Olarmı belə?
Və biz müraciət eləyirik, nə olar bizim müraciətimizə baxsınlar. Gedirik, deyir, yaxşı baxarıq bu işə. Ha, bax, baxacaqsan. Kimsə öləndən sonra, neyirəm da mən o zulümlə saxladırmışam öləndən sonra. Heç onu maaş eləməyə lazımdır, yardım. Yoxdur heç nə, dəfələrlə. Buradan bax, o dəmir yolunun belindən gedirlər, dəmir yolunun belindən də gəlirlər. 11 uşaq bu yollarla birdir, bax. Hələ neçə dənəsi burada yoxdur. Neçə uşaq hələ burada yoxdur. Hiç özünüz qarşı, bu dəmir yoluna gidirik, dəmir yoluna gəlir. Hamı yolları zəft edib, küçüyə çıxanların hamısını bağlayıblar. Bir belə yerini inirsən, nə olar, bir belə yoldur verdi ama biz hardan, xaricdən istəmiyoruz, vətənimizdə bir belə torba istəyirik ki, uşağımız kəndə çıxsın. Yoxdur bu şəraitimiz, belə şey yox. Ya bu uşaqlar gülürsün mü? Zulümdən saxlamışıq, əziyyətdən saxlamışıq. Həqiqətində şahid oluruq ki, məktəb uşaqları dəmir yolunun üstü ilə məktəbə getməli olurlar. Bu da ciddi təhlükədir. Bu haqda tədbir görülməlidir. Bunlara yol verilməlidir. Rayon rəhbərliyi bu haqda ciddi tədbir görməlidir. Hansı vasitə ilə olsun. Parmağı bir balaca çıxır yoxdur ki. Deyəsən ki, bu uşaq buradan qaçıb canını qutaracaq. Qaçıb canlarını da qutara bilmirlər. Vaqon gəlib bellərindən keçəcək. Bizim həyatımız... Uzaqda görsənən Alabaşlı dəmiryolu stansiyasıdır. Uşaqlar və sakinlər də bu yoldan istifadə etməlidirlər. Məktəb uşaqları bu yoldan istifadə edir. Digər bir yolu çəkdik, hansı ki zibilxananın yanı ilə getməli olurdular. Bu ikinci alternatif yoldur. Yəni ki, ya dəmir yolunun üstü ilə getməlidir, ya həmin zibilxana ilə, zibilxanadakı itlər təhlükə mənbəyidir. Uşaqlar qorxa-qorxa gedirlər. Bu da görsənir. Yenə dəmir yolunun kənarı burada görsənir ki, dəmir yolunun 1 metralığı burada zibillikdir. Şahid ola bilərsiniz. Bura dəmir yolunun ərazisidir. Bura dəmir yolu cavabdehdir. Yəni bu zibillərin bura atılmasının səbəbkarı dəmir yolu məmurlarıdır. Belə ki, nəzarət etsələr burada bu zibilxananı yaratmazlar. Şahid olursunuz, dəmir yolunun kənarları hər yerdə zibilxanadır. Üfunət idi. Milçək əlindən tərpənmək olmur. Baxa bilərsiniz. Bunlar da sakinlər və məktəb uşaqları. Təkrar görürsünüz. Dəmir yoluna bitişik. Dəmir yolunun demək olar ki 1 metr, metr yarım məsafəsində zibilxanalar mövcuddur. Şahid olun. Görə bilərsiniz. Sizin uşaqlar deməli bu yolla gedib gəlirlər də? Bəli, bəli, bax hər gün bu təhlükəli yollarla gedirlər, gəlirlər. Burada yərsizlikdir, burada baxa bilərsiniz. Burada yərsizlikdir. Yəni buradan keçən uşaqlar çox qorxulu yoldan keçirlər. Ha, deməli bura bu təhlükəli yoldan gedirlər. Yağış yağanda bura neçə dəfə ilanlar sakinlər yığılışıb ora işbal atıblar. Buralar çox təhlükəlidir, körpə uşaqlardır. Hamısı təhlükə mənbəyidir. Hər yer təhlükədir, hər yer. Gəlirlər bu doktora siqaret çəkilir. Gəlin bura. Görə bilərsiniz. Burada hansı vəziyyətdir, hansı durumdur. Körpə məktəb uşaqları bu yollarla getməli olur. Əvvəlcə
təhlükə mənbəyi olan dəmir yolunun üzəri ilə sonra da bu yolla getməyə məcbur olurlar. Başqa kimin sözü var? Nəsə? Deyəm elə. Biz neçə dəfə buradan yay ayında ilanın qorxusundan ilan görüb qaçmışıq mətbəədən də, mağazinə gəlib gedəmirik. Qorxuruq. Buradan neçə dəfə tüstü məktəbə gedirik. Neçə dəfə buraları yandırırlar. Tüstünlüyündən boğuluruq. Ayda Bu zibirxanalar yandırırlar da yəqin ki. bəli, zibilləri gətirib bura tökürlər. Şüşə ayağımıza batır. Yıxılırıq buralarda daşlardan. Pis vəziyyətdir. Yəni Başqa söz yaşayışları demək istəyən varmı? Azın uzaqlı bir vəziyyətdədir. Bax, gəlib, sakinlər gəliblər bu işbalları bura düzüblər ki, uşaqlar palçığa batmasın. Yəni burada təhlükəlidir. Buradan keçmək də biraz təhlükəlidir. Ha vaxt gəlirlər, buradan dizə kimi palçığa batıb dala qayıdırlar. Biz də Qərb Region TV olaraq Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyinə müraciət ünvanlayırıq. Burada bu zibirxanaların səbəbkarı dəmir yolu məmurlarıdır. Hansı ki, onlar ciddi nəzarət etsələr, bura zibil atan olmaz. Hər hansı zibil atan da cəzalandırırlar və cərimələnər. Onun üçün də Azərbaycan Dəmir Yolu İdarəsinin rəhbərliyi bu işlə ciddi məşğul olsun, tədbir görsün və vətəndaşların bu narazılığını aradan qaldırsın.